Salam əziz izləyicilər. Bu sabah sizinlə dünən izlədiyim bir hadisə ilə bölüşmək istəyirəm. Çiyələk aldığım zaman satıcıya bir başqasının şikayətini danışdığını eşitdim. Harda deyirdi ki, böyrəyimdən də yoxlandım, ürəyimdən də yoxlandım, qaraciyərimdən də yoxlanmışam, heç birindən heç nə çıxmayıbdı. Amma nəsə görünürdü ki, narahatlıq var da, belə danışdığına görə. Və bu satıcının da deməsi ki, mənim bax, ayaqlarım belə şişibdi, damarımdan da yoxlanıram, nə bilim, analizlər verirəm, ürəyimdən də analizlər verirəm, heç nə çıxmır. Deyirlər, heç nəyin yoxdur, tərtəmizsən, bəs özləri də bilmir, yəni belə elə. Bir-birindən belə danışmaqlarını ki, filan yerə özəl klinikaya da qədər də getmişəm, amma heç bir şey çıxmır. Və belə bir söhbətləri çox tez-tez eşidirəm. Demək olar ki, hər gün gün aşırı ətrafımdan hər hansısa bir problemlərlə bağlı ki, yəni insanlar səbəblərini bilmirlər, sanki müraciət eləyirlər, ona da nəyisə yazırlar, yazmırlar, bunun xeyri olur, belə olmur, yenə hər şey təkrarlanır. Və təbii ki, bu adamda bir o mərhəmət hissi olur, belə bir yazıq gəlmə hardasa bir hissi olur ki, yəni bu niyə belə olsun ki, və bəzən hətta müdaxilə eləyəndə belə, necəsə köməklik eləmək istəyəndə belə sən görürsən ki, həmən adamlar əslində çox təəssüf ki, özləri heç nəyə dəyişmək istəmirlər öz həyatlarında. Sadəcə bir sehirli sanki üsul axtarırlar, sehirli bir resept axtarırlar, hansı onların bu nəticəsini bir günün içində götürəcək. Ya da hansısa bir həftə, 2 həftə ərzində də belə qısa müddətdə, amma heç nəyə dəyişmədən də təbii ki. Sadəcə bir nəyisə güya müdaxilə olunacaq onların bədəninə və məsələni götürəcək. Ya da maksimum əməliyyatda, çox təəssüf ki, o da baş verir axırda. Və siz bunlar hamısı nəticə olduğunun fərqindəyəm. Çünki özüm də belə bir proseslərdən keçmişəm 28 il. Harda bir həkim bir söz deyir, başqa həkim başqa bir söz deyir. Çünki hərəsi öz ancaq ixtisası tərəfindən baxırlar. Dar ixtisaslı mütəxəssislərdir əksəriyyəti. Böyrək həkimi sənə böyrəklə bağlı nəyisə yaza bilər maksimum. Ürək həkimi ürəklə bağlı və s. Qaraciyər həkimi qaraciyərlə bağlı. Dermatoloq müraciət edirsən, ləkələrim var idi belimdə, sinəmdə və s. O isə başqa bir krem ya da maz yazacaq sənə. Halbuki kökü bir olan xəstəliyin sadəcə simptomlarıyla mübarizə aparırlar. Heç danışdığım bu hadisədə ümumiyyətlə simptomun hardan, nə ilə əlaqəli olduğunu belə bilmirlər. Nəysə, bir sözlə bunların hamısının nəticə olduğunun fərqində olmuşam və iş orasındadır ki, bu nəticə birdən-birə baş vermir və birdən-birə yaranmır. O nəticəyə gətirən hansısa bir hərəkətlər və əməllər olur. Günlərlə, aylarla, illərlə təkrarlanan və fərqli nəticəni istəyirsənsə, günlərlə, aylarla, illərlə fərqli bir hərəkətləri tətbiq etməlisən öz həyatında. Çox təəssüf ki, əksəriyyəti buna hazır deyil. Və bu zaman sən görürsən ki, o insanlara heç cür köməklik eləmək olmaz. Ona görə də elə onlara ağrı kəsicilər verirlər, onlara hansısa bir müalicə üsulları verilir, hansı heç nəyi dəyişmir insanın həyatında. Yəni, bu günləri qaraciyərdədirsə problem, sabahları ürəkdə olacaq və başqa bir orqanda olacaq. Çünki orqanizm bütöv bir sistemdir və hamısı bir-birindən əlaqəlidir. Sən səbəbi tapmayınca məsələlər təkrarlanacaq. Öz tərəfimdən nə məsləhət verə bilərəm bununla bağlı? İnsan əlbəttə hərəkətlərinə fikir verməlidir birinci növbədə, fiziki aktivliyinə.
İkincisi, yuxu rejiminə mütləq şəkildə 7-8 daimi olaraq eyni bir şeyi təkrarlayaraq, yəni bu günləri belə alındı, sabahları elə alındı deyil və təbii ki, öz qidalanmasına bu çox önəmli bir hissədir. Qidalanma da dedikdə nəyi vurğulamaq istəyirəm? Qidalanma ancaq o müxtəlif qidalanım, hər şeydən biraz qidalanım deyil. Qidalanma dedikdə qidalanmanın özü də səliqə-səhmanda olmalıdır. Mən müxtəlif qidalanmadan danışmıram, qarışıqlı bir şeylərdən danışmıram. Qidalanma dedikdə ən birinci növbədə orucu nəzərdə tuturam. Ki, insan bir nəfsini saxlamağı bacarmalıdır, insan özü bunu kontrol etməlidir, heç olmasa aralıqlı orucu tətbiq etməlidir. Hansısa bir, mən demirəm ki, məsələn də, hansısa mütləqi şəkildə bir məhsuldan imtina etməlidir öz həyatında. Elə bir strogi bir şeylər yoxdur, kriteriyalar yoxdur, amma rejim, səliqə-səhman hər bir şeydə lazımdır. Tək sağlamlıq sahəsində yox, hər bir sahədə insana gərəkir bu. Ona görə də bir aralıqlı oruc olsun, bir sağlıqlı, üstünlüyü heç olmasa sağlıqlı məhsullara verməsi olsun. Yəni bu kimi bir şeylər çox önəmlidir. Və siz adama nə qəribə gəlir, yəni bütün bu prosesləri izləyəndə, əgər heç olmasa bizcə dəqiqəlik bu situasiyaya, məsələn, mənim gözümlə baxsanız, belə kimi bir baxış bucağından baxsanız ki, təsəvvür eləyin də, insan özü satdığı məhsullarla müalicə eləyə bilər özünə, özünü öz hansısa bir narahatlığından xilas eləyə bilər, amma gedir, hansısa bir bahalı analizlər verir, 150 min dənə bir yerə müraciət eləyir, növbələrdə gözləyir, zamanını itirir, ona hansısa bir sintetik məhsulu verirlər ki, güya bu sənə köməkli eləyəcək, ya da ala bax bu iynəni zıpla bədəninə, ağrı, iynələr, uzun zaman itkisi, çətin, o proseslərin hamısının ağırlığını hiss edirəm, yəni çünki keçmişəm onlardan və nəticə nə? Nəticə köməkli eləmir. Nəticə nə? Nəticə sadəcə ağrı kəsicidir, müvəqqəti bir dayandırdı nəyəcə, sonra yenə başqa bir tərəfdən çıxacaq. Bir anlıq bir dənə bunu təsəvvür eləyin ki, insan özü, öz həkimi ola bilər həqiqətən də. Həqiqətən də özü satdığı məhsullardan istifadə eləyərək özünü şəfalandıra bilər. Bir anlıq bir dənə bu tərəfdən, bircə dəqiqəlik, elə nə qədər situasiyanın absurd olduğunun fərqində olursan, nə qədər situasiyanın həqiqətən də qəliz, necə onu inandırıblar ki, sənə ancaq bu köməkli eləyə bilər. Və sən ancaq, indən sonra ancaq bunu ataraq, bunu qəbul eləyərək ancaq yaşama haqqın var sanki sənin. Sanki yaradıcı səni bu dünyaya göndəribdir ki, sən burada zülm və əziyyət çəkəsən. Uzun növbələrdə hansısa ağ xalatlı birisini gözləyəsən ki, güya o sənə, sənin bədənin haqqında, sənin orqanizminin haqqında nəyisə sənə danışacaq və köməkli eləyəcək, sənin bədəninlə bağlı. Hansı ilk növbədə sənə verilibdir, yaradıcı tərəfindən. Hər şey çox asandır. Əslində təbiət sənə, yəni yaradıcı sənə təbiət vasitəsilə sənə uyğun olan bir məhsulları veribdir. Həqiqət sadədir. Onu yəni balaca uşağa belə izah eləmək mümkündür. Əgər sənə yox, bunun üçün formulalar lazımdırsa, gəliz elmi terminlər lazımdırsa ki, güya qarşındakı özünü gic hesab eləsin, sənsə ağıllı, o zaman orada həqiqət yoxdur. O sadəcə manipulyasiyadır. Mən bunun fərqində olmuşam bu illər ərzində. Yəni, çox qəribədir də, insan özünü şəfalandıra bilər, öz həkimi olmalıdır əslində. Amma bunu tətbiq etmir və düşünür ki, onu lazımdır belə, o qədər öyrənmək lazımdır bunun üçün, o qədər bir şeylər lazımdır. Yox, hər şey bu illər ərzində bu sadə bir həqiqətə gəlib çıxıbdır ki, hansı sənə təbiətə baxsan belə izahını görərsən. Belə, bu sabah gələn fikirlər budur. Ümid eləyirəm, bu hadisəni danışaraq, öz fikirlərimlə bölüşərək mən insanlara köməkli eləyirəm və fayda verir sizə bu kimi məlumatlar, bilgilər. Hər bir halda bu niyyətlə çəkilir. Yenə də hər hansısa bir sualınız varsa, müraciət edə bilərsiniz, əziz insanlar. Özünə baxım çox önəmlidir. Sağlamlıq özünə baxımdır. Sağlamlıq düşüncədən başlayır və bu qədər. Təşəkkür edirəm. Bir daha sağ olun, salamat qalasınız. Özünüzə yaxşı baxın. Özünüzə.